Bu asan dekor edə bilmək üçün aybaşı birinci bıçağı əyri tutub tortun üstündə dalğa yaratmaq lazımdır. Sonra şpatelin bir ucunu torta dəyib fırlayıb podstavkana tortun divarında da dalğa yaratmaq lazımdır. Tort ləvazimatlardan özünə hörmət edən bir dənə lent alıb bantik bağlayırıq. Əgər sən şpatellə tortun divarında dalğa eləyə bilməsən, onda tortun divarında kislə, rezin kislə bax belə hərəkətlər eləyib tortu başqa cür dekorlaya bilərsən. Bu da çox maraqlı alınacaq. Sonra da adam balası üçün bantiki yapışdırırsan tortun divarına, muncuqla üstünü və divarını bəzəyirsən. Axırda da tortun üstünə əyri bir şam qoyursan. Sonra o şamı da zajqalka ilə yandırırsan və səndə alınır bax belə möhtəşəm bir tort. Heç bir kursa getmədən sadəcə mənim videoma baxmaqla. Örgən Aybarı. Görmə aparmayacağım ki.